%99 sigaret çəkənlər, siqara içənlər ağciyəri təmizləyən bu içki haqqında eşitməyib. Hətta illərdir sigaret çəkdikdən sonra belə ağciyərlər bərpa oluna bilər. Amma yalnız onlara düzgün dəstək verdikdə. Bu içki tənəffüs yollarından bəlğəmi, toksinləri və qatranları xaric edir ki, ağciyərlər sağalmağa başlasın. Bu arada artıq yay aylarda gəlir. Əgər arıqlamaq, dümdüz qarnına sahib olmaq istəyirsinizsə, bir aya 10-15 kilo ac qalmadan arıqlamaq üçün mənə arıqlama proqramı yazın. Hazırlanması üçün bir stəkan suyu qaynadın, üzərinə bir qaşıq zərdəçal, bir parça təzə zəncəfil və yarım limon suyunu sıxın, 10 dəqiqə saxlayın, dəmlənsin. Sonra üzərinə bir qaşıq bal əlavə edin, qarışdırın, səhər ac qarnı yavaş-yavaş bunu için. Zərdəçal ağciyərin dərin hissələrində olan iltihabı azaldır, zəncəfil bəlğəmi durulaşdırır və nəfəs yollarını açır. Limon toksinləri parçalayır, bal isə təmizləmə zamanı sakitləşdirir və qoruyur. Bir neçə gün sonra nəfəs almanın yüngülləşdiyini, enerjinin artdığını və ağciyərlərin özünü necə təmizləməyə başladığını hiss edəcəksiniz. Sağlığınız üçün daha çox belə faydalı videolar üçün like edin və kanalıma abunə olun. Bu pulsuzdur, amma mənə elə xoş olacaq ki, mənə dəstək olursunuz və yorumlarda da məni hansı ölkədən izlədiyinizi mütləq yazın, mənə də maraqlıdır.